1926-cı ilin 6 iyulu. Bakı hələ neft paytaxtı kimi sürətlə böyüyürdü. Minlərlə insan hər gün Sabunçu və Suraxanı neft mədənlərinə üz tuturdu. Məhz həmin gün Azərbaycan tarixində yeni bir səhifə açıldı. Bakı, Sabunçu, Suraxanı xəttində ilk elektrik qatarı yola düşdü. Bu təkcə Azərbaycanın deyil, bütün Sovet İttifaqının ilk elektrik qatarı idi. Dünyanın bir çox şəhərləri bu yeniliyi hələ gözləyərkən, elektrik qatarları artıq Bakının küçələri və neft rayonları arasında hərəkət edirdi. Budur, nümunəvi qatar tam sürətlə irəliləyir. Neftçilər öz zəhmət yoldaşları, dəmir yolçulara qarşı minnətdardırlar. Elektrik qatarlarını qəbul etmək üçün isə xüsusi vağzal binası tələb olunurdu. Belə bina 1926-cı ildə inşa olundu və Bakının Sabunçu vağzalı adı ilə tanındı. Yeni vağzal binası Tiflis vağzalı binasından bir qədər aralı tikildi. Bir əsr əvvəl gələcəyin nəqliyyatı məhz burada doğulmuşdu. Hazırda burada Azərbaycanın dəmir yollarının 146, elektrikləşməsinin isə 100 illik tarixinin izləri var. Bir vaxtlar fəhlələri neft mədənlərinə aparan elektrik qatarlarının yerini bugün minlərlə sərnişinə xidmət göstərən müasir qatarlar tutub. 2015-ci ildə Bakı-Sumqayıt marşrutu üzrə yeni dövr başladı. İsveçrənin Stadler şirkətinin istehsalı olan müasir elektrik qatarları relslərə çıxdı. Elektrik qatarları Abşeron dairəvi dəmir yolu xətti ilə hər gün 10 minlərlə sərnişinin rahat, təhlükəsiz və ekoloji təmiz nəqliyyat vasitəsinə çevrilib. Amma bu inkişaf dayanmayacaq. 2030-cu ilə qədər yeni stansiyalar və dayanacaqlar istifadəyə veriləcək. Abşeron dairəvi marşrutu daha da genişlənəcək. 20 yeni sərnişin qatarının alınması planlaşdırılır. 100 il əvvəl Bakıda başlayan bu yol sadəcə bir dəmir yolu layihəsi deyildi. Bu, gələcəyə atılmış addım idi. Və həmin addımın səsi bugün də relslərin üzərində eşidilir. Azərbaycan dəmir yollarında elektriklə yazılan 100 il.